Korniflilərə 2-ci məktub. 5-ci fəsil. Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik. Soyunuruqsa da lütüryan qalmarıq. Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib utsun. Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O ruhunu bizə girov verdi. Buna görə həmişə arxayınlığımız var. Həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb, Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq. Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır. Çünki hər birimiz bu bədəndə olanda, elədiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq. Barışdırma xidməti. Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır. Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik. Amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiz deyə, bizlə fəxr eləməniz üçün sizə imkan yaradırıq. Əgər ağlımızı itirmişiksə, bu Allah üçündür. Yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür. Bizi məcbur eləyən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, o hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda ölüb dirilən üçün yaşasınlar. Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi nəzərdən tanısaq da, indi onu elə tanımırıq. Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib getdi, təzə şeylər gəldi. Bunların hamısı Allahdandır. O, Məsih vasitəsi ilə bizi özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Belə ki, Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq, dünyanı Məsihdə özü ilə barışdırmaqdaydı. Barışdırma sözünü də bizə əmanət elədi. Beləliklə, biz Məsihin nümayəndələriyik. Sanki Allah bizim vasitəmizlə rica eləyir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz onda Allahın salihliyinə nail olaq.